Nərmin canlı yayım zamanı Arzum haqqında diqqət çəkən açıqlamalar verib. O indiyə qədər danışılmayan bəzi məqamlara toxunaraq izləyicilərin marağına səbəb olub. Sosial şəbəkələrdə sürətlə yayılan bu açıqlamalar geniş müzakirələr yaradıb. Həmin görüntüləri təqdim edirik. Amin, amin. Allah razı olsun. Xeyr, heç vaxt gözüm zirvədə olmayıb. Heç bir vaxt. Mən özüm Salyanda Əliyevlərdənəm. Nəslim çox yaxşı olublar. Özlərinə qismət, əmlərimin imkanı zadı çox yaxşı olub. Salyanda hörmətli insanlardan olublar. Məsələn, pekarnısı olan İlqar mənim bibim oğludur. Allah canlarını sağ eləsin. Yəni, mən bugünkü gündə bu həyatda Elnuru seçib gəlmişəm. Başa düşdünüz nə demək istəyirəm. Mən bu həyatda Şirvan vaxtı mən paçkalarla o pulu görmüşəm. Üstündə sarı kloklar olurdu, üstündə Moskva sözü yazılırdı. Mən bibim oğlanları, mənim əmilərim ondan pul gətirdi. Balaca qız idim mən onda. Bəli. Belə baxırdım, deyirdim onlar neyniyirlər. Yəni o boyda mən milyon görmüş adamam. Mən amma bugünkü gündə bəli, Arzum da çoxlarına dəst verirdi, indi günü göz qabağındadır. Nə olub Arzumun gününə? Valla Arzumun başına gələn, Arzum heç kim həyatdan sığortalanmayıb. Mən sizə nəsiyyət vermirəm, dərs danışmıram. Mən oturmuşam burada, sizin suallarınızı cavablayıram, əzizim. Belə də qaldı ki, Arzuma Allah Arzumun tezliyi ilə qapısını açsın. Allah qarşı tərəfin balasını qəni-qəni rəhmət eləsin. Allah səbirlərin bol eləsin. İçki çox pis şeydir. Allah Arzumu da 4 balasını o xəstə balasına qovuştursun. Arzumla mənim aramda dağlar qədər fərq var ürəyim. Arzum hara, mən hara. Məsələn, vaxtında Arzum canlı açırdı, mənə lağa qoyurdu. Mən haqqımda pis-pis danışırdı. Hətta elə bir haqqıma girirdi ki, ailəmdə söz-söhbət düşürdü. Amma mən canlıda heç vaxt heç kimin haqqına girməmişəm. Heç kimdən danışmamışam. Heç kimə lağ eləməmişəm. Allahın yaratdığı heç nəyə. Arzumla mənim aramda dağlar qədər fərq var. Amma sən o sözü demə, həyat bumerangdır. Zaman gələr, Arzumdan da pis şey gələr başıma. Bəli, ona görədir ki, bugünkü gündə Arzumun başına gələn, Arzum istəməzdi onun başına o şey gəlsin. Demə. Deyir, Arzum da çoxsuna vaxtında sən kimi dərs verirdi, indi günü göz qabağındadır. Gör nəydən gətir. Hələ kommentlərin altına yazılır ki, sağ əli Nərminin başına. Arzumla mənim aramda dağ qədər fərq var. Başa düşürsünüz ya yox? Dağ qədər. Düzdür, Arzumda anadır, mən də anayam. Amma biz fərqliyik. Biz fərqli ailələrimizə yanaşırıq, xahiş edirəm. Məni kimlənsə nə tay qoymayın, nə də kimlənsə müqayisə eləməyin. Çox xahiş edirəm, hə. Pis-pis sözlər yazma, nə olur? Mən kim sən ola bilmərəm, nə də sən mən ola bilmərsən. Şurada xeyir. Yox, qoymayın, mən razı deyiləm. Mən heç kimlə fərq qoymayım. Nətər yatmışdım. Əlbəttə o da özünə görə gözəl anadır. Mən də gözəl anayam. Mən onun analığına heç vaxt heç nə deyə bilmərəm. Həyatı boyu. Mən Bakıdan bura 3 dənə ocaq keçmişəm. Üçündə də dua eləyəndə axırda da demişəm ki, Allah Arzumun qapısını açsın tezliklə. Hamımız deyirik, hamımız deyirik, hamımız. Evdə hamı bizdə pisdir, hamı. Niyə demirik? O da bizim bir qızımızdır da. Düşmən deyil ki, Arzum. Balaları var ən azından. Arzumun özünü sevməsəz də əlinizi açın bir Allaha dua eləyin ki, Allah onu 4 körpə balasına qovuştursun. Vallahi Arzum oradadır. Sizə nə olub? Yeriniz genəldə Arzumun tutulmağı ilə. Sən Allah çox maraqlıdır. Ay o bəziləri, izləyicilərdən söhbət gedir. Yəni Arzum bu gün içərdədir. Bax, gəlib mənə deyirsiniz, Arzumun sağ əli başınıza. Arzum içərdədir, sizin yeriniz genəldir. Çox ayıb olsun sizə, bəzilərinizə, o izləyicilərə daha sözüm. Bəli. Çox ayıb olsun sadəcə. Qadın qadının düşmənidir, həqiqətən düz deyiblər. Aygün Kazımova düz deyir də, qadın qadın düşməlidir. Vallahi. Yeri gələndə Aygün Kazımova ilə Röyanı pisləyirsiniz. Bəzilərinizdən söhbət gedir. Aygün Kazımova ilə Röya belə Arzuma dəstək çıxdı. Deməli, nəydən ötürü? Balalarından ötürü. Övlad bilirsiniz nə deməkdir? Bəli, övlad bilirsiniz də nə deməkdir? Övlad. Allah heç bir övladı vaxtsız, valideynsiz qoymasın. Biraz vicdanınızı belə qəlbinizə qoyun. Mən izləyicilərdən söhbət gedir ha. O gəlib yazırsınız ya, Arzumun sağ əli sənin başı var, Arzum kimi olasan. Bax, görsən Arzum da belə oldu. Çox ayıb olsun. Sadəcə çox ayıb olsun, valla. Mən nə bilim.
Hə, valla bacı, yazıb ki, arzum da sənin kimi çoxsun. Mən qələt eləyərəm. Mənim 31 yaşım var. Mən sənin ağbirçəyin, ağsaqqalın deyirəm ki, sənə nəsiyyət verəm. Ay bacı, başıma dönümsən. Mən özümə nəsiyyət verən lazımdır. Mən sadəcə oturub bir izləyicilərimə hörmətsizlik eləməmək kimi oturmuşam öz kütləmlə söhbət eləyirəm. Verilən sualları cavablayıram.